Salam, hər vaxtınız xeyir olsun, əziz şagirdlər. 2025-ci il test toplusundan üçbucaqların sahəsi bölməsinə baxaq. Bir neçə məsələnin izahını verərəm, köməkli yazarım. Düzbucaqlı üçbucağın xaricinə çəkilmiş çevrənin radiusu 5. Bilirik ki, düzbucaqlı üçbucaqdan söhbət gedirsə, xaricinə çəkilmiş çevrənin radiusu hipotenüsün yarısına bərabərdir. Bunu biz qayda olaraq bilirik ki, hipotenüs çevrənin diametridir. Çevrənin radiusu 5-dirsə, hipotenüs olur neçə? 10. Hipotenüsə çəkilmiş hündürlük isə 3 sm-dir. Hipotenüsə çəkilmiş hündürlüyümüz 3 sm-dirsə, elə bu deməli üçbucağın sahəsi S bərabərdir 2/1 AH düsturunu tətbiq edə bilərik. 2/1 vuraq, tərəfimizi 10 verdi, hündürlüyümüz də 3-dür. 30 da 2-yə bölündə 15, sahəmiz 15 ola bilər. Cavab A bəndi. Sahəsi 216 olan düzbucaqlı üçbucağın daxilinə çevrə çəkilmişdir. Baxaq görək, düzbucaqlı üçbucağın daxilinə çevrə çəkiləndə biz onun üçün kiçik yeri bilirik də, kiçik yer bərabərdir. A plus B minus C bölünsün 2. Düzbucaqlı üçbucağın daxilinə çevrə çəkilib. Sahəsi neçədir? S bərabərdir 216. Toxunma nöqtəsində hipotenüsü 200 nisbətdə bölür. Deməli, bura 2K-dır, bura 3K-dır. Bəli, biz burada üçbucağın sahəsini düstur bilirik ki, əgər çevrə hipotenüsü M və N parçalara bölürsə, S bərabərdir M vuraq N. Yəni, bu hissəmizin M, bu hissəmiz N-dirsə, onda ala bilərik ki, 2K-nı 3K-ya vuranda 6K kvadratı bərabərdir 216. K kvadratı bərabər 36, K da bərabərdir 6. K-nı 6 tapdıq. K 6-dırsa olur 12, bura olur 18. Ümumi hipotenüs neçədir? Yaxud da ümumi hipotenüsə 5K deyə bilərik. 5,6 neçə eləyər? 30. 30 olaraq işarə edə bilərik. Keçək növbəti suala. M nöqtəsi ABC üçbucağın orta nöqtəsidir. Əgər orta nöqtəsidirsə, deməli mediandır. Üçbucağın sahəsini yarı bölüb. ABM sahəsi, bu sahə ümumi üçbucağın sahəsinin yarısıdır. Deməli, nisbəti bizə nə verər? 2/1. Dördüncü sual birinə baxaq, digəri onun kimidir. ABC üçbucağında 7 orta xəttdir. Bilirik ki, orta xəttsə ümumi üçbucağın neçədə biridir bu? 4/1-dir. ABC üçbucağının sahəsi 20-dirsə, onda üçbucaq B7 neçə olur? Bura olur 4/1, yəni 5. Yəni, bu isə 5-dir. Bu isə 5-dirsə, A7-ni soruşur. Bax, uşaqlar, ABD üçbucağında D-yi median olduğuna görə sahəni yarıya bölür. 5-dirsə, onda burada 5-dir. Elə A7 sahəsi neçə oldu? 5. 5-ci məsələ onun kimidir. Yəqin ki, özünü sərbəst yaza bilərsiniz. 6-cı və bərabər yanlı düzbucaqlı hipotenüsü 3 dəfə artarsa, sahəsi necə dəyişər? Bilirik ki, bərabər yanlı düzbucaqlı üçbucaq 45 dərəcə olanda sahəsi S-nin kvadratı bölünsün neçədir? 4. Yəni, əgər biz sahəni 3 dəfə artırırıqsa, daha doğrusu S-ni 3 dəfə artırırıqsa, sahə S bərabərdir S kvadratı bölü 4. S-ni 3 dəfə artıranda kvadratı qədər artır. 9 S kvadratı bölü 4 olmuş olur ki, 9 dəfə artar. Bərabər yanlı üçbucağın oturacağı 4 sahəsi 8/6-dır. Məncə bunlar asandır. Bərabər yanlı üçbucaq çəkirsiniz. Oturacağa çəkilmiş hündürlük onu yarıya bölür. Oturacaq 4-cə yarısı 2, 2-dir. Sahəni verirsə, buradan H-ı tapa bilərik. H-ı da tapandan sonra Pifaqor teoremindən 2-nin kvadratı üstə gəlinsin. H-ın kvadratı bizə nə verər? Elə yan tərəfi verər. AB işarələyək. Yəni, artıq hamısını yazmıram ki, siz onları hesablayasınız. Gedişatı budur. 9-cu suala baxaq. AB görək misallar üzərində elə izah eləsəm daha yaxşı anlar. ABC üçbucağında AB 10, AC 12, BAC 30 üçbucağın sahəsini tap. Sahə düstur S bərabərdir 2/1 AB sinüs alfa. Sinüs 30 dərəcədə 2/1 olduğunu nəzərə alsaq, hesablama apara bilərsiniz. 10-cu sual. 12 kimidir? 11-ci sual. Katetlərin verib, hipotenüsünü tapın. Bilirik ki, katetlər 3-ün 4 nisbətdədirsə 3K, 4K. Katetlər hasinin yarısı
K-ları tapdıq. 3K vuraq 4K bölək 2 bərabər 216-dır. Bölək 2, 2, 216. Buradan K-nı tapandan sonra katetlər 3K, 4K hipotenüsə nə qalır? 5K. 5-i vurarıq K-ya, hipotenüzü tapa bilərik. 12-ci sual uşaqlar. Deməli, biz AD-ni və BC diaqonalların kəsişmə nöqtəsində kəsişərsə, bunlar bax, biz AB-ni eyni qayda ilə çevirsək COD tərəfinə, onda bu düzbucaqlının sahəsinin deməli 4-dən 3-ü görünmüş olar. Bax, üçbucaqlar, diaqonallar onu 4 bərabər hissəyə bölüb, biz onu 1, 2, 3 hissəsini rəhləmiş olaraq ki, 4-də 3 deyə bilərik. Sonra davam edək. 13-də 12 midir? Bir bucağı 30 bucaq təpəsində çəkilmiş hündürlük 3 olan düzbucaqlı bucağın sahəsini tapın. Gəlin baxaq, bunu bir dənə şəklini çəksək. Bir bucağı 30 dərəcə, düz bucaq təpəsindən çəkilmiş hündürlüyü 3. Bir bucağı 30 dərəcə olsun bura. Düz bucaq təpəsindən çəkilən hündürlüyü olsun 3. Düz bucaqlı bucağın sahəsini tapın. 30 dərəcədirsə, bu bir bucağımız 60 dərəcə olur. 30 dərəcə deyək ki, qarşısında duran katet hipotenüzün yarısıdır. Hipotenüzümüz onda olub 6. Burada baxsaq ki, 60 dərəcə qarşısında duran katet, digər katetin kökdə 3-üdür. Onda ora 60 isə bura 30 qaldı. 30 dərəcə qarşısında duran katet hipotenüzün yarısı da oldu 2 kökdə 3. Artıq biz düzbucaqlı bucağın katetlərini tapdıq. S bərabərdir katetləri hasilinin yarısı. O da bizə neçəni verər? 6 kökdə 3-ü vermiş olar. Eyni qaydalı suallardır. 16-cı sualda uşaqlar, əgər baxırıqsa, deməli, burada üçbucağın 3-cü medianını da çəksək, median üçbucağı 6 bərabər hissəyə bölür və həmin hissə neçəsi rəhlənibdir? 4-ü rəhlənibdir. 6-dan 4-ü, 150-nin də 6-dan 4 hissəsini tapsaq, cavab almış olarıq. Düzbucaq 18-ə baxaq. Düzbucaqlı bucaqda hipotenüzə endirilmiş hündürlük hipotenüzü 4 və 9 ilə 2 parça ayırır. Bəli, deməli düzbucaqlı bucaq çəksək. Düzbucaqdır. Düzbucaq təpəsindən çəkilən hündürlük hipotenüzü M və N nisbətə bölürsə 4-ün 9-a H bərabərdir. Kök altda M-in düsturumuz yadımızdadırsa 4 dəfə 9, 36-dan neçə çıxır? 6. Artıq üçbucağın sahəsini tapa bilərik. Oturacaq 13, hündürlük 6, oturacağı ilə hündürlük hasilinin yarısı cavabı vermiş olar. Sonra 19-cu sualda ABC üçbucağında BM-in MC'yə nisbəti 3-ün 4-ə, bura 3K-dırsa, bura 4K-dırsa, belə məsələlərdə uşaqlar, bilin ki, oturacaqlar nisbəti sahələr nisbətini verir. Onda deyək ki, bura 3K, 4K-dırsa, ümumi oturacaq neçədir? 7K. ABC üçbucağının sahəsini verib 84. ABC üçbucağının sahəsi 84-dürsə, ABM həmin o 84-ün ümumi 7-dir elə. 7-dən neçəsidir? 3-ü. 84-ün 7-dən 3 hissəsini tapmaqla, deməli, 12, bir dəfəm, 12 dəfəm, 12-dən 3-ə vursaq 36. Deməli, sahəsi 36 tapmış olaraq. Dairə daxilinə çəkilmiş bərabər tərəfli üçbucağın sahəsi 9 ki, həmin daxilinə çəkilmiş dairənin kvadratın sahəsini tapın. Dairə daxilinə biz bərabər tərəfli üçbucaq çəkiriksə, dairədir. Daxilinə bərabər tərəfli üçbucaq çəkmişəmsə, artıq dairə xaricə çəkilib. Xaricə çəkilmiş çevrənin radiusunun düsturumuz var. A bərabər, R bərabər A bölünsün kökdə 3 və sahəni veribdir. S bərabərdir A kvadrat kök altda 3 bölünsün 4-dən yazarıq ki, sahə 9 kökdə 3 bərabər tərəfli üçbucaqdır. Kökdə 3-lərimiz ixtisar gedər. A-nı taparıq 6. Gətirib A-nın yerinə 6 yazanda böyük yeri tapırıq. 6-nı kökdə 3-ə böləndə irrasionaldan azad eləsək 2 kökdə 3. Tapdıq R 2 kökdə 3. Deyir, həmin dairənin daxilinə çəkilən kvadratın sahəsini tapın. Aha, indi uşaqlar, həmin dairənin daxilinə kvadrat çəkilirsə, deməli, biz bilməliyik ki, bu həmin dairədir. Kvadratın diaqonalı dairənin
diametridir. Yəni radiusumuz 2/3-dirsə, diametri neçə olur? 4/3 olur. Onda kvadratın sahəsini düstur birlikdə S bərabərdir D kvadratı bölü 2. Diaqonal 4/3-isə kvadratı 16/48 bölünsün 2. O da eləyər 24. Deməli, sahəmiz 24 ola bilər. Iyirmi birinci suala baxsaq, sahələr nisbəti soruşur. Burada uşaqlar tərəfləri adlandırsaq A, B, AC tərəf hər iki üçün ortaqdır. Və AB tərəflərində verib daha doğrusu. AB-ni 4 verib, AD-ni 6 verib. Bu AC-yə bir dənə deyək X-dir. Bizim ADS üçbucağımızın sahəsi iki tərəfə onlar arasındakı bucağın xassəsinə görə 2-də 1 vuraq, X vuraq, 4 vuraq sinüs alfadır. S üçbucaq ABC. Daha doğrusu birinci ABC'nin sahəsi oldu. ADC'nin sahəsi ADC. X vuraq 6 olur. ABC'nin sahəsi 2-də 1, X vuraq 4, vuraq sinüs alfa. Bunlar da bir-birə nisbətini soruşursa, da ayrı kəsiryə çəkmirəm. 2-də 1-lər ixtisar gedər, sinüslər gedər, X-lər gedər. 6-nın nisbəti 4-ə neçəni verər? 1,5 verir. Yəni, tərəflər nisbəti oldu. 22-ci sual nədir? ABC üçbucağında ASB 135 dərəcədir. 135 dərəcədirsə, onda ona qonşu olan 45-dirsə, B bucağına da kiçik hissəsi 45-dir. B-də hündürlüyü 2-dirsə, onda 45-ə gəç, CD-də 2-dir. ABD üçbucağının sahəsini tapın. Bizdə AC-ni neçə verib? AC-ni 6 verib. Onda ABD üçbucağının sahəsini tapmaq üçün ümumi oturacaq neçə oldu? 8. Olur 8 vuraq. 8 vuraq 2, hündürlüyü 2 bölünsün 2. O da bizə neçəni verər? 8-i vermiş olar. Sonra 23-cü sual. ABC üçbucağında bir düzbucaq təpəsində BK medianı çəkilmişdir. C bucağı 30 dərəcədir. C bucağı 30 dərəcədir. AB 4 sm olarsa, AB 4-dür. Median, düzbucaqlı üçbucaqda 30 dərəcə qarşısında duran katet hipotenuzun yarısı AC 8-dir. Onda medianımız 4-dür. Buralar 4, 4 paylandı. BSK üçbucağının sahəsini tapın. BSK. Onda bu tərəf neçə olur? 4/3. BSK üçbucağının da sahəsi ümumi üçbucağın sahəsinin yarısıdır da, belə də deyə bilərik. Yəni, düzbucaqlı üçbucağın sahəsini tapıb yarı da bölə bilərik. Və yaxud da S bərabərdir. 4 vuraq 4/3 bölək 2 vuraq sinüs alfa. 2-də 1 AB sinüs alfa düsturundan tapıb yaza bilərik. Sonra bucaqdan birinin tangensi 2,4 düzbucaqlı, üçbucağın sahəsi 120-dir. Tangensimiz 2,4-dür. Tangens alfa bərabərdir 2,4, 2,5-də 2 yaza bilərik. Bu da bizə 5-də 12-ni verdi. Düzbucaqlı üçbucaqda tangensə tərif verəndə bilirik ki, iti bucaq qarşısındakı katetin bitişik katetə nisbəti tangensdir. Onda hipotenuzumuz olur 13K. Yəni, bunların nisbəti 13-də 12/5 idi. Üçbucağın sahəsi 120-dir. Katetləri hasilinin yarısı 120-dir. Bölünsün 2 bağışlayın. Bölünsün 2 bərabər 120. Buradan K-nın qiymətini taparıq. K-nı tapandan sonra 2-yə vurarıq. Səhv eləmirəmsə, K-nı 2 tapmışdıq. 13-ü də 2-yə vursaq, hipotenuzu tapmış olarıq 26 eləyər. Sonra 25-ci sual nədir? ABC üçbucağın Y nöqtəsi AC tərəfinin, K nöqtəsi isə BC tərəfinin ortasıdır. Bir dəqiqə üçbucağı çəkək. ABC üçbucağında ABC üçbucağında Y nöqtəsi AC tərəfinin orta nöqtəsi Y-dir. K nöqtəsi isə BC tərəfinin orta nöqtəsidir. BYK üçbucağının deyir BYK. Deyək ki, A-dan da K-ya çəkə bilərik. Belə deyək də, sahəsinin, ABC üçbucağının sahəsinin nisbətini tapın. BY ümumi sahəni yarıya bölür BY. Deməli, bizim üçbucaq SB
BYS BS ümumi üçbucağın yarısıdır. S ABC'nin yarısıdır. Təzədən YK-da çəkəndə bu sahə BYS-nin yarısıdır. Təzədən bunu da 2-də 1-ə vursam, o da bizə neçəni verər? 4-də 1 S üçbucaq ABC. Deməli, nisbətləri 1-in 4-ə kimi görə bilərik. Sonra onsuz da bu B1, BS1 varmı? BS elə, bax, bunun tərəfini uzatsaq, S təpə nöqtəsində çəkilən hündürlük elə həmən hündürlükdür. AB-ni 3 verib, həmən tərəfə çəkilən hündürlük BS1-i. Bunu soruşur eləmi bizdən elə? Buna H deyirəm, burada H-dır. 3 vuraq H bölünsün 2 bərabərdir, sahəni 6 veribdir. 3H12-dirsə H bərabərdir, 4 tapmış olarıq. 27-ci sualda 12 midir? 27-ci sual. MON nisbətinin, bax uşaqlar, bilir ki, bax, üçbucaqda bu kiçik MON böyük üçbucağın sahəsinin 12-də 1-idir. Balaca üçbucağın sahəsi S-dirsə, böyük üçbucağın sahəsi 12S-dir. MBN-ə. MBN. Bu da ümumi üçbucağın sahəsinin neçədə 1-dir? 4-də 1-i. Deməli, MON ümumi sahənin 4-dən 1-idir. Həmən o balaca MON də ümumi sahənin 12-dən 1-idir. Buradan S-lər ixtisara getsə, 4-də 1-i də 12-də 1-ə bölsək, tərsinə çevir, neçəsi qalır? 3-də 1-i. Bir dəqiqə baxaq, hansına nisbəti? MON-in nisbəti onadır. Belə də 3 alınır. Tərsini götürməlikdə biz 12-də 1-i 4-də 1-ə bölməli ki, qalsın 3-də 1-i. Cəbəli. MON-in ABC-yə nisbəti görsünüz, kiçiyin ümumiyə nisbəti bayaq dedik ki, 12-də 1-dir. 30-cu suala baxırıq. ABC üçbucağında adi tən böləndir. Baxaq görək. ABC üçbucağında A-nı burada götürək. ABC deyək ki, AD tən bölənini çəkək. AD tən böləndir. AC 3, AC 3, ABD 4, S üçbucaq ABD. ABD-nin sahəsi 4. 4-dürsə, ABC üçbucaq. Bilirik ki, AB 6 vermişdi bizə. AB 6, AC 3. Burada biz bilirik ki, bura X isə bayaq göstərdik ki, tən bölən olduqda bu sahələrin nisbəti tərəflərin nisbətinə bərabərdir. Hardan bilirik onu? Alfa götürsək, bilirik ki, bu sahə 4-sə, burada 4-ü nədən alırıq? 4 vuraq, 6 vuraq X, 6 vuraq X, vuraq sinüs alfa, bölünsün 2 bərabər neçə alıbdır? 4 alıbdır. Buradan X vuraq sinüs alfanı tapa bilərik ki, 2-yə ixtisar eləsəm, 3 bərabər olar 3 böl 4, 3-də 4. Təzədən biz ADC-nin sahəsini tapırıqsa, o sahə nəyə verir bizə? 3 vuraq, X vuraq sinüs alfa bölə 2. 3 X vuraq sinüs alfanın yerinə 3-də 4 yazanda 3 vuraq 3-də 4 bölə 2 ixtisar getnə qal 4 2 bunda 2. Yəni nəyi deyirik? Sahələrin nisbəti tərəflərin nisbətini verir. Tərəflərin nisbəti 2-dirsə, deməli sahələrin nisbəti 2 olmalıdır. 4-ü 2-yə bölə 2, ikisi düşsün. Onda ümumi üçbucağın sahəsi neçə oldu? 6. D bəndinə uyğundur. Tərəflər 4, 5, 7 olan üçbucağın sahəsini tapın. Bilirik ki, üçbucağın sahəsi üçün Heron düsturumuz var. S bərabərdir kök altda P vuraq P minus A, P minus B, P minus C. Burada P-nin yarım perimetr olduğunu bilirik. P bərabərdir A plus B plus C bölünsün 2. Düsturdan hesablaya bilərik. Davam edək. Bu da 12-dir. 34 kiçik hündürlüyünü tapın. Tərəfləri 24, 25 və 7 olan kiçik hündürlüyünü tapın. Səhv eləmirəmsə 24-ün kvadratının üstünə 7-nin kvadratını gəlsə 25-in kvadratı verərsə bu üçbucaq düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucaqda da 24 ilə 7 katetlər 25 hipotenüzdürsə, buradan kiçik hündürlüyü tapsaq belə bir düstur yaza bilərik də. A vuraq B bölə 2 də sahəni verir. C vuraq H bölə 2 də sahəni verir. Biz C tərəfinə çəkilən hündürlüyü tapırıqsa, hər tərəfdə
2'lər gedəndən sonra H nəyə bərabərdir? A vuraq B bölünsün C. Bu düsturumuz var. Bundan tapa bilərsiniz. Yəni katetləri vuraq, bölək hipotenüs. Sonra 34-cü sualımızda nə göstərib bizdə? Düzbucaqlı ABC üçbucağında B bucağı 90 dərəcə, A bucağı 60 dərəcə və BC 4,3 sm-dir. BC 4,3-dür. Baxaq. Buranı verib 4,3. B bucağını verib 90 dərəcə. A bucağını verib 60-dırsa, onda bu bucaq neçə dərəcə? 30 dərəcə. Median çəkilmişdir. Median bildik ki, hipotenüsün yarısına bərabərdir. Bura 60-dırsa, ABK üçbucağının sahəsini tap. Gələ biz ümumi üçbucağın sahəsini tapaq, yaraya bilərik. 60 dərəcə qarşısında duran kat 4,3, onda bura 4-dür. Ümumi sahə olur 16,3-ün yarısı 8,3. ABK da onun yarısıdırsa 4,3. Median yadınızda saxlayın, sahəni yarı bölür. Yəni bu S-lə buradakı S bir-birinə bərabərdir. Bu S-lər ümumi sahənin yarısı demək. Düzbucaqlı üçbucağın düzbucaqda əvvəl çəkilmiş medianın 5 katetlərindən biri 6 olarsa, bilirik ki, median 5-dir, hipotenüs oldu 10. Hipotenüs 10, katetlərindən birinin 6 verib, o birisi də 8-dirsə, sahəni tapa bilərik. 2də 1 AB düsturundan tapmış olarıq. Onlara çox vaxt itirmək istəmirəm. Bu sahə, baxaq görək, üçbucağın sahəsi bərabər tərəfli üçbucaq A7-dir. Bura A-dırsa, A-dır, bu tərəflər bir-birinə bərabərdir. AD-ni 10 verib. AD-ni 10 verib. İstiqlənmiş hissənin sahəsini tapın. Yaxşı. AD 10-dursa, bax uşaqlar, buradan mən Y-dən hündürlük 80 bərabər yanlı olduğuna görə 5 bölünürmü? Bura 5-dirsə, burada 5 oldu. Bərabər tərəfli üçbucaqda AD 10 olduğuna görə yan tərəfdə 10 idi. Onda hündürlüyü olur 5,3. 5,3. Deməli, bu iştiqlənmiş üçbucağın birinin sahəsini tapmaq üçün 5 vuraq 5,3 bölünsün 2-dirmi? İkisini də tapanda 2-yə vurarıq. Bu da 2-lər ixtisar getsə nə qalar? 25,3. 37. Bərabər yanlış bucağın sahəsi 25 kvadrat santimetrdir. Oturacağa bitişik alfa bucağı. Baxaq indi biz bu suala. Bərabər yanlış bucağın sahəsi. Bərabər yanlı üçbucağın sahəsi S bərabərdir 25 veribdir. Oturacağa bitişik alfa bucağı tangent alfa 4. Bax, bu alfa üçün 4-dürsə, mən buradan hündürlük çəksəm. Bura A-dırsa, burada A-dır da, düzdür. Tangent isə tərifimiz nətər verir? Qarşı katetin hipotenüsə nisbət. Deməli, hündürlüyümüz olur 4A. Burada A-dır. Gəlin, oturacağı tapaq. Oturacaq neçə oldu? 2A. Sahənin düsturuna görə oturacaq vuraq. Hündürlük bölə 2. Bərabər neçə verib? 25. 25. Buradan 2-lər ixtisar getdi. 2-lər ixtisar getdi. A kvadrat, 4A kvadratı 25, A kvadratı 25 böl 4-dür. Buradan alıram ki, A bərabərdir 5 bölünsün 2-dir. Bizə oturacağı soruşur, 2A-nı soruşur. 2A-nı da tapanda, yəni bunu 2-yə vursaq, 2A-nı alarıq. O da 2-lər ixtisar gedər, 5 qalar. Yəqin ki, 11-ci sinif olaraq başa düşə bilirik nəyisə. ABC üçbucağında AB və BC tərəfləri üzərində elə emin nöqtələri götürülmüşdür ki, baxaq uşaqlar. ABC üçbucağının tərəfləri üzərində uyğun olaraq M, N, olsun K. K deyək ki, yoxdursa, heç götürülmüşdür ki, AM-in MB-yə nisbəti 2-nin 3-ə, AM 2K, MB 3K, BN 4K, CN 5K, 5K. Üçbucağın ümumi sahəsi 90-dır. Ümumi sahə 90. AM-in üçbucağının sahəsini tapın. AMN. Deməli, biz M-in parçası ilə A nöqtəsini birləşdirsəm, burada görünən sahəni bizdən soruşur. Burada sahəni soruşur, bu iştiqlənmiş hissəni soruşur. Deməli, uşaqlar, AN üçbucağının, AN daha doğrusu parçasının üçbucaqdan ayırdığı hissələr 4K və 5K-dırsa, onda oturacaq ümumi neçə K-dır? 9K. Deməli, ABN, SABC-nin 9-dan 4-üdür. Görürsünüz, 4 hissəyə bölür.
Deməli 90-dırsa, 90-ı 9-dan 4-ü 40 elədin. Təzədən ABN üçbucağını görürükmü biz? Bax, bunu bir dənə fərqli bir rənglə götürün. Bax, görürsünüz ABN. Bu üçbucağımızda da uşaqlar, bax, bu üçbucağımızda. Göründü də müxtəlif rənglə düzəlir. M parçası 2 və 3 hissələrə ayrılır. Ümumi neçə hissədir? 5K-dır, düzdür. 5-dən neçəsini tapmalıyıq biz? 5-dən 2-sini. Deməli, AMN bərabərdir. AMN bərabərdir. 5-də 2 ABN-ə. ABN-i də neçə tapmışdıq? 40 tapmışdıq. 40-ı da 5-də 2-yə vuranda ixtisar gedib bir dəfəm 8 dəfəm. 8-dən 2 neçə elədi? 16. Cavab olaraq 16 varsa işarə edə bilərik. Sonra radiusu R olan çevrə üst nöqtə ilə 1-1-2 nisbətdə bölünmüş və bölgü nöqtəli vətərlərlə birləşdirilmişdir. Çevrə çəksə bölgü nöqtələri 1-1-2. Deməli, bura 1 paydır. Bura 1, yəni bura K-dır. Bura K-dır. Bura neçə K-dır? 2K. Bölgü nöqtələri vətərlərlə birləşdirilir. Ümumi neçə K-dır? 4K-mız 360-dırsa, K-ya neçə dərəcə qalır? 90 dərəcə. K 90 dərəcədirsə, K 90 dərəcədirsə, onda buradakı bucaq düz bucaq olurmu? Çünki 2K-mız 180-dirsə, K-mız 90 dərəcədir. Onda bu bucaqlar K 90 dərəcədirsə, qarşısındakı daxili bucaq 45 dərəcə. Eyni qayda ilə burada 45 dərəcə. Deməli, düz bucaq olduğuna görə bu diametrdir. Çünki diametrə söykənən bucaq düz bucaqdır. Radiusumuz R-dirsə, hipotenuz oldu 2R. Bilirik ki, bərabər yanlı düz bucaqlı üçbucağın sayısı S bərabərdir. S-nin kvadratı bölünsün 4-dür. Bu da S-nin yerinə durur. 2R durursa, kvadratı eləyər 4R-in kvadratı bölünsün 4. 4-lər ixtisar gedər, R kvadratı qalır. Cavab olaraq B bəndini götürə bilərik. Davam edək. Düzbucaqlı üçbucaqda iti bucağın tamboranı qarşıdakı kateti 4 və 5 cm hissələrə ayırır. Bu üçbucağın sahəsini tapın. Tamboranın xassəsinə görə düzbucaqlı üçbucaq çəkək bir dənə. İti bucağın təm böləni veribdir. İti bucağın təm bölənidirsə, bucaqlar yarı bölündü. Qarşıdakı katet 4 və 5 cm hissələrə bölünür. 4, 5. Bilirik ki, təm bölən çəkilirsə, tərəflərin nisbəti sahələr nisbətinə bərabərdir. Deməli, bu üçbucağın sahəsi 4K-dır. Bu üçbucağın sahəsi 5K olsa, nəyi soruşur bizdən? Üçbucağın sahəsini tapın. 4 cm 5 cm-dirsə, 4 cm 5 cm-dirsə, gəlin belə eləyək. Böyük bucağın sahəsi bizə lazımdır. Hərflərlə işarə eləyək. A, B, C. A, B, C. Düz bucaqlı üçbucaqda təm bölən, hipotenuz və katetlərdirsə, belə oldu. Nə belə yaranır bu? Üzr hesab edin, problem nədirsə getmir. Yaxşı, şuraya qalmış. Böyük bucağın sahəsini tap, böyük bucağın sahəsindən söhbət gedir, ABC-dən. Biraz kiçildək də çox qalın yazır. Bax uşaqlar, 4 və 5 cm-dirsə, deməli, sahələr 4K, 5K-dır. 4K, 5K-dır. Onda gəlin bilir, biz təm bölənin xassəsinə görə katetlər A ilə desək, bilirik ki, təm bölən çəkiləndə M-nin nisbəti A-nın S-yə nisbətinə bərabərdir. Deməli, A-nın S-yə nisbəti bərabərdir 4-ün 5-ə nisbəti. Deməli, A-mız 4K-dır, B-miz 5K-dır. A-nı 4K götürsəm, B-ni 5K götürsəm, S-ni 5K götürsəm, onda katetə nə qalır? 3K qalır. 3K-mız ümumi 9-sa, K-mız neçədir?
K-nı 3 tapırıqmı? K 3-dür. K 3-dürsə, indi tərəflər neçə olur? Tərəfin biri olur 12, o birisi neçə verir? 9. 12 vuraq 9 bölək 2. Katetlər arasının yarısı. Yəni biz o K dediyimiz buradakı sahədəki K deyil ha. Yəni bu sahəni K ilə işarə eləmişdik. Bayaq tərəflər də K ilə ifadə elədik. Qarışdırmayaq. Əsas odur ki, tərəflər nisbəti o bölündüyü parçaların nisbətinə bərabərdir. Ondan elədik. Sonra üçbucağın iki tərəfinin cəmi 8-ə bərabər, aralarındakı bucaq 30 dərəcəyə bərabər olursa, bu tərəflərin uzunluqları neçə olmalıdır ki, onun sayısı ən böyük olsun? Deməli, üçbucağın iki tərəfinin cəmi, onlar arasındakı bucaq da 30 dərəcə təsəvvür eləsək, A plus B-miz 8-dirsə, sahənin ən böyük olması üçün 2-də 1 AB sinüs alfa deyirik. Cəmi verilmiş iki ədədin hasilinin ən böyük olması üçün ədədlər bir-birinə bərabər olmalıdır. Ədədlər də bir-birinə bərabər olanda neçə olur? 4, 4 neçə eləyər? 16. AB-nin yerinə 16 yazaq. Sinüs 30 dərəcə nədir? 2-də 1. Elə tərəfləri soruşur da 4, 4 deyə bilərik. Saniyə ehtiyac deyil. Sonra 42. Radiusun ortasından ona perpendikulyar çəkilən vətərin uzunluğu 8. Bir dənə radiusun ortasına ona perpendikulyar olan vətərin uzunluğu 6-dırsa 3, 3-dür. Çəkilən vətərin uzunluğu bu çevrənin xaricinə çəkilmiş düzgün üçbucağın sahəsini tapın. İndi gəlin biz radiusun ortasından deyir. Radiusun ortasındansa bura R bölü 2-dirsə, bura da R bölü 2-dir. Onda buradan bura qədər məsafə nədir? R-dir. Nə zaman katet hipotenüzün yarısı olur? Deməli, buradakı bucaq 30 dərəcədirsə, buradakı bucaq 60-dır. Buradan alırıq ki, R bölünsün 2-miz bərabərdir kök altda 3-ə. R bərabərdir 2 kökdə 3-ə. Bu çevrənin xaricinə çəkilmiş düzgün üçbucağın. Əgər çevrənin xaricinə düzgün üçbucaq çəkilibsə, deməli, çevrə daxilə çəkilib. Daxilə çəkilmiş çevrənin radiusunu bilirik. Yəni, R-imiz elə həmən bizim çevrədəki R-ə bərabərdirsə 2 kökdə 3-dür. Bu da daxilə çəkilmiş çevrənin radiusu A bölünsün 2 kökdə 3-dürmü? Düzdür da. Buradan A-nı tapırıq ki, A nəyə bərabərdir? 12-yə. A 12-dirsə, üçbucağın sahəsini bizdən soruşur. Bərabər tərəfli üçbucağın sahəsini düzdür. A kvadrat kökdə 3 bölünsün 4. A-nın da yerinə 12 yazanda 144-ü 4-ə bölsək 36 kökdə 3 eləyər yəqin ki. 44-cü sualda 12 midir? 45-ci sualda baxaq görək 45 nədir? Radiusu 8 olan çevrənin A nöqtəsindən uzunluğu radiusa bərabər AB və AC vətəri çəkilib. AB vətəri də radiusa bərabərdir. AC vətəri də radiusa bərabərdir. Bunlar R-dir. Hər biri R-dir. ABC üçbucağının sahəsini tap. AC. R-dirsə, radiusu neçədir? 8. R bərabər 8 desək, gəlin bu tərəfə A deyirəm. A nöqtəsindən bu mərkəzdən, yəni mərkəzə A demədikdə, bilirsiniz ki, SB-nin parçasının uzunluğuna A dedim. Amma bu mərkəzdən keçməyə bilər. Heç demirik də ki, mərkəzdən keçir. Uzunluq A-dır. Və belə bir düsturumuz var ki, A bölək sinüs alfa bərabər 2R. Gəlin biz buradan A-nı veribdir, A-nı verməyibdir. Sadəcə biz tərəflər veribdir 8, 8 bərabər yanlış bucaqdır. Buradan sinüs alfanı tapaq ki, sahədən istifadə edə bilək. 2R neçədir? R veribdə 8 veribdir, 16. Tərəfdəki bu bucağı tapaq, bu bucağı tapaq. Alfanı buradan tapaq. A-nın yerinə 8 yazaq. 8 bölək sinüs alfa bərabərdir 2R. 2 vuraq 8. 8-lər, bax, R-in yerinə 8 durur. 8-lər ixtisara getdi. 2 sinüs alfa 1-dirsə, sinüs alfa bərabərdir 2-də 1, 30 dərəcədir. Onda bərabər yanlı olduğuna görə burada 30 dərəcədir. Burada 30 dərəcədir.
və bura nə qaldı? 120 dərəcə. Artıq biz üçbucağın sahəsini hesablaya bilərik. Yəni, belə bir üçbucaq aldıq desək ki, belə bir üçbucaq almışıq. Təpə bucağı 120, 8, 8. Uşaqlar, üçbucağın sahəsində belə bir düstur varmı? 2-də 1, A vuraq, B vuraq, sinus A. Sinus 120 dərəcəni yaddan çıxartmışsa, 180-dən 120-ni çıxanda 60, sinus 60-ın yerinə yazarsınız. Kök 65 bölü 2, A da 8-dir, B də 8-dir. Qiymətlərini hesablaya bilərsiniz. Yaxşı, bugünlük bu qədər bəs eləyər uşaqlar. Növbəti dərslərimizdə ardıcıl şəkildə çəkib sizlə bölüşərəm. Hələ ki, bəsdir, sağ olun.